Salam, oksijeşmə reduksiya reaksiyalarının növləri barəsində danışacağam. Lakin əvvəlcə oksijeşmə reduksiya reaksiyaları nədir? Bu barədə qısa məlumat verim. Oksijeşmə reduksiya reaksiyaları elektron mübadiləsi ilə baş verən kimyəvi reaksiyalardır. Adi reaksiyalardan fərqli olaraq burada elementlər arasında elektron mübadiləsi baş verir. Yəni reaksiyalar oksijeşmə reduksiya reaksiyası ola da bilər, olmaya da bilər. Bəs bunu necə müəyyən edirik? Ən asan yolu, ən primitiv üsulumuz budur ki, reaksiyanın sol və sağ tərəfində bəsit maddə axtarırıq. Reaksiyanın solunda və yaxud sağında bir dənə də olsun bəsit maddə varsa, deməli bu reaksiya mən 100% əminliklə deyirəm ki, oksijeşmə reduksiya reaksiyasıdır. Məsələn, birinci reaksiyada sol tərəfimizdə bəsit maddə var. Deməli, mən rahatlıqla deyirəm ki, bu reaksiya oksijeşmə reduksiya reaksiyası tənliyidir. Niyə? Çünki biz bilirik ki, bəsit halda elementlər 0 oksijeşmə dərəcəsi göstərir. Birləşmənin tərkibində isə 0 deyil, fərqlidir. Oksigen əsasən -2 idi. Deməli, burada elektron alış-verişi var, elektron mübadiləsi var. Deməli, bu reaksiya oksijeşmə reduksiya reaksiyasıdır. Oksigen bir vəziyyətdən digər bir vəziyyətə gəlib. 0 oksijeşmə dərəcəsindən -2-yə gəlib. Yəni, elektron mübadiləsi baş verib. Deməli, bu reaksiya oksijeşmə reduksiya reaksiyasıdır. Yəni, ən asan üsulumuz budur ki, bizə oksijeşmə reduksiya reaksiya tənliyini testdə seç deyirsə, birinci oxun solunda və ya sağında bəsit maddə axtarmaqdır. Yox, əgər heç bir variantda sol və sağ tərəfdə bəsit maddə yoxdursa, o zaman biz elementlərin oksijeşmə dərəcələrini üzərlərinə qeyd etməliyik. Məsələn, ikinci tənlikdə qeyd edirik ki, hidrogen -1, xlor da -1, natrium müsbət, oksigen -2, hidrogen müsbət 1, natrium müsbət 1, xlor -1, hidrogen müsbət 1, oksigen -2. Burada mən qeyd edəndə görürəm ki, hidrogen solda müsbət 1-dirsə, sağda da müsbət 1-dir. Xlor solda -1-dirsə, sağda da -1-dir. Natrium da eyni ilə, oksigen də, hidrogen də solda neçədirsə, sağda da eyni ilə o şəkildədir. Deməli, bu reaksiyada heç bir elektron mübadiləsi olmayıb. Yəni, burada element solda hansı oksijeşmə dərəcəsindədirsə, sağda da həminki oksijeşmə dərəcəsini özündə saxlayıb. Deməli, bu reaksiya oksijeşmə reduksiya reaksiya tənliyi deyil, adi kimyəvi tənlikdir. İndi keçək növbətiyə. Burada da görürəm ki, oxun solunda və sağında bəsit bir maddə yoxdur. Və bu zaman mən şifaya baxaraq deyə bilmərəm ki, bu reaksiya oksijeşmə reduksiya reaksiyasıdır, ya deyil. Bu zaman yenə oksijeşmə dərəcələrinin üzərlərinə qeyd edirəm. Kalium qələvi metaldır, müsbət 1, oksigen -2. Buradan hesabladıqda üstü 2-yə vururuq 6, 1-i 1-ə 1, 6-dan 1, müsbət 5. Burada müsbət 1, -1, burada -2, müsbət 1, bunu da hesabladıqda müsbət 7. Və burada görürəm ki, burada xlor müsbət 5-dən -1-ə, həmçinin xlor müsbət 5-dən müsbət 7-yə gəlib. Yəni, sol və sağ tərəflərdə fərqli oksijeşmə dərəcəsi var. Deməli, avtomatik şəkildə deyə bilərəm ki, bu reaksiya artıq oksijeşmə reduksiya reaksiyası tənliyidir. Yəni, ən asan yolumuz o oldu ki, əgər bəsitlər varsa, bəsitin olması ilə deyirik ki, bu reaksiya oksijeşmə reduksiya reaksiyasıdır. Yox, bəsit maddə yoxdursa, nə sol tərəfdə, nə sağ tərəfdə, o zaman oksijeşmə dərəcələrini bu şəkildə üzərlərinə qeyd edirik. Dəyişən element atomları varsa, müəyyən edirik. Yoxdursa, deməli, bu oksijeşmə reduksiya reaksiyası tənliyi deyil. İndi gəldik oksijeşmə reduksiya reaksiyalarının növlərinə. 4 növü var. Molekullar arası, molekul daxili, öz-özünə və yaxud disproporsiya da deyilir. Əks öz-özünə, buna kommutasiya da deyilir. Gələk bu növləri araşdıraq. Molekullar arası nədir? Oksijeşmə dərəcəsini dəyişən elementlər sol tərəfdə, söhbət soldan gedir. Sol tərəfdə müxtəlif maddə molekullarının tərkibindədirsə, yəni hərəsi bir maddənin molekulunun daxilindədirsə, bu adlanacaq molekullar arası oksijeşmə reaksiyaları. Molekullar arası oksijeşmə reduksiya reaksiyaları. Gəlin baxaq. Məsələn, burada oksigen -2-dir. Kupromoda nümunə vermişəm. Burada isə müsbət 2-dir. Amonyakda hidrogen müsbət 1, azot isə -3-dür. Mis bəsitdir 0, azot bəsitdir 0, suda da müsbət 1, oksigendə -2-dir. Mən burada görürəm ki, mis müsbət 2-dən 0-a gəlib, azot isə -3-dən 0-a gəlib. Deməli, dəyişən element atomları mis və azotdur. Və baxıram ki, mis 2 oksidin tərkibindədir, yəni kupromonun tərkibinə daxildir. Azot isə amonyakın, yəni NH3-ün tərkibinə daxildir. Deməli, hərəsi fərqli-fərqli maddələrin molekullarında yerləşib. Deməli, bu nə adlanacaq? Molekullar arası. Niyə molekullar arası? Çünki hərəsi bir maddənin molekulunda yerləşir. Yəni, burada elektron mübadiləsi bu şəkildə baş verir və bu oksijeşmə reduksiya reaksiyalarının molekullar arası növü adlanır. Digər bir nümunəyə baxaq. Bu nümunədə də oksijeşmə dərəcələrinin üzərində qeyd edək. Karbon bəsitdir 0, oksigen -2, hidrogen müsbət 1, şurada hesablayanda müsbət 6.
Burada oksigen -2, karbon müsbət 4, kükürt, oksigen yenə -2, kükürt müsbət 4, suda müsbət 1, bu da -2. Buradan da görürəm dəyişən element atomları karbondur, 0-dan müsbət 4-ə keçib və kükürtdür, müsbət 6-dan müsbət 4-ə keçib. Və görürəm ki, karbon bu maddənin molekulundadır, kükürt isə sulfat turşusu molekulundadır. Yenə dəyişən element atomları, oksidaşma dərəcəsində dəyişən element atomları fərqli maddələrin molekullarına daxil olduğu üçün bu adlanır molekular arası oksidaşma reduksiya reaksiyası. Növbətiyə baxıram. İkinci növü molekul daxili oksidaşma reduksiya reaksiyalarıdır. Burada daxili, yəni molekul daxili eyni maddənin molekulunun daxilində olacaq sol tərəfdə. Yəni oksidaşma dərəcəsini dəyişən hər iki element də sol tərəfdə eyni maddənin molekulunda yerləşir. Bu o deməkdir. Gəlin izah edək. Yenə oksidaşma dərəcələrini mən üzərlərinə qeyd edirəm. Kalium müsbət 1, oksigen -2, burada xlor müsbət 5. Sağ tərəfdə oksigen bəsitdir 0, bu -1, bu da müsbət 1. Və mən görürəm ki, dəyişən element atomları burada xlordur, müsbət 5-dən -1-ə gəlib və bir də oksigendir, -2-dən 0-a gəlib. Və baxıram ki, sol tərəfdə xlor da, oksigen də eyni maddənin molekulunda, yəni kalium xlorat molekulunda yerləşir. Deməli, eyni maddənin molekulunda yerləşirsə, bu molekul daxili oksidaşma reduksiya reaksiyasıdır. Eyni ilə digər reaksiyada da izah edim. HNO3-də oksidaşma dərəcələrini qeyd edirik. Bu -2, bu müsbət 1, azot burada edir müsbət 5, -2, müsbət 4. Oksigen bəsitdir 0, müsbət 1 və -2. Və burada da mən görürəm dəyişən element atomu azotdur, müsbət 5-dən müsbət 4-ə gəlib və oksigendir, -2-dən 0-a gəlib. Dəyişən element atomları azot və oksigendir və eyni maddənin molekulundadır sol tərəfdə, yəni HNO3-ün nitrat turşusunun tərkibindədir. Eyni maddənin molekulunun daxilindədirlərsə, bu olacaq molekul daxili oksidaşma reduksiya reaksiyası. Gəldik üçüncü növə, öz-özünə oksidaşma reduksiya reaksiyalarına. Buna disproporsiya da deyilir. Burada necədir? Element bir vəziyyətdən iki vəziyyətə keçir. Yəni eyni element atomu soldakı oksidaşma dərəcəsindən sağda artıq iki fərqli oksidaşma dərəcəsinə keçir. Nümunə üzərində izah edirəm. Reaksiya verilib, xlor bəsitdir 0. Burada isə xlor -1, burada isə müsbət 1-dir. Və mən burada görürəm ki, dəyişir ancaq eyni element atomu. Yəni hansıdır? Xlordur. Ona görə də öz-özünə deyilir. Yəni burada özü dəyişir, ancaq başqa bir ikinci element olmur. Xlordursa yenə xlordan xlora keçir də fərqli oksidaşma dərəcəsinə. Ona görə də buna öz-özünə və yaxud disproporsiya oksidaşma reduksiya reaksiyaları deyilir. Və burada görürəm ki, xlor 0-dan bir dəfə -1-ə keçib, bir dəfə isə müsbət 1-ə keçib. Bir vəziyyətdən iki vəziyyətə, yəni bir oksidaşma dərəcəsindən iki fərqli oksidaşma dərəcəsinə keçirsə, bu reaksiyalar adlanır disproporsiya, yəni öz-özünə oksidaşma reduksiya reaksiyaları. Amma diqqət etməliyik ki, eyni element atomu olmalıdır. Bu mütləq belədir. Ona görə də buna öz-özünə oksidaşma reduksiya reaksiyaları deyildi. Digər bir reaksiya tənliyinə baxaq. Burada solda NO2-də azot müsbət 4-dür hesablasaq. Burada müsbət 2, 2, 4, müsbət 3-dür. Burada isə müsbət 5-dir. Və mən burada görürəm ki, azot sol tərəfdə bir vəziyyətdədir, müsbət 4 vəziyyətində, sağ tərəfdə isə 2 vəziyyətdədir. Deməli, azot elementi bir vəziyyətdən 2 vəziyyətə gəlib. Deməli, bu nə olacaq? Oksidaşma reduksiya, disproporsiya oksidaşma reduksiya reaksiyası olacaq, yəni öz-özünə. Üçüncü reaksiyaya baxaq. Bu reaksiyanı da ona görə yazmışam ki, burada mən o reaksiyanı yazmışdım molekul daxiliyə. Amma burada diqqət etmək lazımdır ki, katalizatordur. Katalizator manqan 4 oksid katalizator iştirakına girəndə bu reaksiyada kalium xlor və oksigen bəsit maddə alınır. Əgər katalizatorsuz, yalnız temperatur nəticəsində qızdırılma ilə gedirsə, bu zaman iki mürəkkəb maddə alınır, yəni bəsit maddə alınmır. Və burada da xlor atomu solda müsbət 5, sağda isə həm -1, həm də müsbət 7 vəziyyətindədir. Bir vəziyyətdən iki vəziyyətə gəldiyi üçün bu olacaq disproporsiya reaksiyası, yəni öz-özünə oksidaşma reduksiya reaksiyası. Və bir şey də yadda saxlayın ki, bəzən uşaqlar fikirləşir ki, şagirdlər molekul daxilində, oxuntu sonunda ancaq bir maddə olmalıdır. Yəni bütün parçalanmalar molekul daxilidir. Yəni belə bir istisnamız da var. Yəni o fikir həmişə özünü doğrultmur. Sol tərəfdə bir maddə var, lakin bu disproporsiyadır. Növbəti kommutasiya. Kommutasiya isə əks öz-özünədir. Yəni bayaqçının tərsidir. Yenə eyni element atomu dəyişir. Sadəcə burada iki vəziyyətdən artıq bir vəziyyətə gedir. Yəni solda iki fərqli oksidaşma dərəcəsindən, sağda bir oksidaşma dərəcəsinə dəyişəcəklər. Qeyd edək yeni oksidaşma dərəcələrinin karbon burada müsbət 4, bu bəsit olduğu üçün 0, burada müsbət 2-dir. Görürəm ki, dəyişən element yalnız karbondur. Və karbon solda müsbət 4-dən sağda müsbət 2-yə keçib, eyni ilə solda 0-dan müsbət 2-yə keçib. İki vəziyyətdən bir vəziyyətə keçdiyi üçün bu olur kommutasiya, yəni əks öz-özünə. Digər bir nümunədə izah edirəm. Kükürt -2-dir, burada isə müsbət 4-dür.
Burada isə bəsit olduğu üçün 0-dır. Kükürt -2-dən həm 0-a, həm -4-dən 0-a keçib. Ona görə də iki fərqli haldan bir hala keçdiyi üçün, yəni iki fərqli oksijeşmə dərəcəsindən sonda bir oksijeşmə dərəcəsinə keçdiyi üçün bu adlanır əks öz-özünə oksijeşmə reduksiya reaksiyası və yaxud kommutasiya. Bu şəkildə deməli oksijeşmə reduksiya reaksiyasının 4 növü oldu və 4-ünü də izah etdik.